Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Müğənni meyxanaçı Samirə Yusif qızı ilə müğənni Mənzurə Musayeva arasında qalmaqal yaşanıb. Buna səbəb Samirə Yusif qızının 12.000 manata kreditdə qızıl boyunbağı alması ilə bağlı açıqlaması olub. Onun nisyə qızıl almasını Mənzurə Musayeva qınayıb. Mən heç vaxt nisyə qızıl almamışam. Varımdırsa taxmışam, yoxdursa da heç kimdən nə paltar, nə qızıl brilliant istəmişəm. Samirə Yusif qızı Qaynar Infoya isə açıqlamasında bildirib ki, onun taxdığı qızıllardan heç kimdə olmayıb. Prakata qızıl taxmaq düzgün deyil, nisyə qızıl almaq Sovetin dövründən qalıb. Biz o vaxtlar toylara gedəndə qızıl gətirirdilər, musiqiçilər də alırdılar. Tək mən deyil, bütün müğənnilər qızıllarını belə alıb. Hamı xırda-xırda hər toydan bir qızıl alıb yığıb. Bütöv pulu vermək olmur, biraz baha çıxır. Burada nə var? Ayıb şey deyir. Hamının qazancını Allah özünə nəsib eləsin. Mənim qazancım övladlarımındır. Nə qazanıramsa onlar üçün xərcləyirəm. Allaha çox şükür, mənim gördüyüm, taxdığım qızılları Bakıda heç kəs görməyib. Bundan sonra da görə bilməz. Samirə Yusif qızı 3 il Ərəbistanda işlədiyini bildirib. Ərəbistandan gələndə hamı mənə Avro Samirə deyirdi. Kilolarla qızıllar gətirmişdim. Bunu bütün dost-tanış görüb. Qoy indi kimlərin gözü qalıbsa onlar taxsın, görməmişlər taxsın.